Şahdağdayıq. Mənzərənin gözəlliyinə baxın. Həqiqətən bugün çox geç çıxdıq evdən, çox da geç çatdıq bura. Ona görə indi bu dəqiqə heç nə eləməməyə qərarına gəldik. Çünki gecə də buradayıq. İndi gidib patates oturup yemeği yiyəcəyik. Sonra ev axtaracağıq, yəni qalmağa. Sonra səhər isə gəlib roller coaster'ıydı, nə bilim kanatıydı, xizəydi, onları edəcəm. Hamısını çəkəcəm. Başka bir işlem var. Şimdi bir açıklama edeyim hardayam. Biz bugün Qusardayıq. Daha doğrusu dünən Şahdağdaydı ama dünən yola geç çıxdıq və geç çatdığımız üçün. Yəni elə belə Şahdağda bir iki dəfə qara ayaq basıb gəldik Qusara. İndi Qusardayıq. Çıxırıq. Səhər yeməmiz falan yedi. Yəni evdə çəkmədim. İndiysə gedirik Şahdağa. Roller coaster'a falan binəcəyik, ola çəkəcəm. Salam. Targovdayıq. İndi gedirik Park Bulvara KFC'ye. Bugün Trendyol'dan aldığım mavi Nike'ımı giymişim. Orada da gösteririm. Baxın, bu video 2024-cü ildə çəkilib. Yəni 2024-cü səfər eləmirsə yanvar və ya fevral ayında çəkilib. Hətta orada yolka falan da var. O vaxtlar yenə həvəsə düşmüşdüm ki, YouTube kanalı açım. Amma bir müddət dedim saxlayım, biraz belə videolar yığım, daha sonra paylaşım. Elə qərarı almışdım və belə videolar çəkib taslak olaraq, arxiv olaraq saxlayırdım ki, nə vaxtsa paylaşaram. Bu indi iki videoda, yəni Şahdağdakı videomda və Targovdakı bu videom. Yəni bu video ümumiyyətlə 2024-cü ildə çəkilib və fərqli aylarda, yəni Şahdağ yanvarın 1-i getmişdik 2024-cü ildə. Targovda səhv eləmirəmsə yanvarın ortaları çəkilib 2024-cü ildə. Yəni bunu da dedim biləsiniz, çünki tarix qarmaşası yaşayırsınız. Məsələn deyə bilərsiniz ki, bilmirəm bu videonu nə vaxt paylaşacağam, amma Maya üçün planlaşdıram. Deyə bilərsiniz, Maya aydır, Şahdağ nə əlaqəyə, kurtka geyinmisən. O vaxtlar yeni il üçün Bakıda Hindistan günləri keçirilmişdi. Belə bir yarmarka var idi və onların milli aksesuarları, milli yeməkləri, ədəbiyyatları, yəni tamamilə onlar barəsində idi. Hindistanlar barəsində bir yarmarkaydı. Yəni indi hal-hazırda o yarmarka yoxdur. Yəni belə onlara ait bir gün keçirilmişdi Park Bulvarda.